Hər kəsə salam. Bu gün mən sizə Güvən nəşrlərinin 6-cı sinif test toplusundan sadə və mürəkkəb ədədlər mövzusunun izahını verəcəm. Baxaq birinci suala. Deyir ki, aşağıdakılardan hansı sadə ədəddir? Bunu yazmazdan əvvəl ilk öncə bilməliyik ki, sadə ədəd nədir? Sadə ədəd birə və özünə bölünən ədədlərə deyilir. 1, yadınızda saxlayın. 1 nə sadədir, nə də mürəkkəb. Yəni nə sadə, nə də mürəkkəb. Ən kiçik sadə ədəd 2 sayılır. Baxın 2. 2 sadədir, çünki 1-ə bölünür, bir də özünə bölünür. 3 də sadədir. 1-ə bölünür, özünə bölünür. Artıq 4 sadə olmayacaq, mürəkkəb olacaq. Çünki 1-dən və özündən başqa 2-yə də bölünür. Yəni bu artıq sadə deyil, mürəkkəbdir. Mürəkkəb ədəd odur ki, 2-dən çox böləni varsa, o ədəd olacaq mürəkkəb ədəd. Bir də yadınızda saxlayın ki, 2 ədədi yeganə cüt ədəddir ki, sadədir. 2-dən başqa bütün cüt ədədlər mürəkkəb olacaq. İndi baxaq. Birinci tapşırığı yazaq. Aşağıdakılardan hansı sadə ədəddir? 1 dedik ki, nə sadədir, nə mürəkkəb. 9-a baxsaq, 9 mürəkkəbdir. Çünki 9-un bölənlərini yazsaq, 1-ə bölünür, 3-ə bölünür, eyni zamanda 9-a bölünür. Görürsünüzmü? Sadə olması üçün ancaq 1-ə və özünə bölünməlidir. Deməli, 9 mürəkkəbdir. 13-ə baxaq, 13 sadə ədəd olacaq. Çünki 13 yalnız 1-ə bölünür, 13-ə bölünür. Doğru cavab C variantıdır. 21-ə baxsaq, 21 sadə ədəd deyil, mürəkkəb ədəddir. Çünki 21 həm 3-ə bölünür, həm 7-yə bölünür. Baxaq 2-yə. Aşağıdakılardan hansı sadə ədəd deyil? Deməli, 3 sadə ədəddir, 11 sadə ədəddir, 31 sadə ədəddir. 27 mürəkkəb ədəd olacaq. 3-ə bölünür, 9-a bölünür. Baxaq 3-ə. Aşağıdakılardan hansı doğrudur? Cüt sadə ədəd yoxdur. Xeyr, bu ifadə yanlışdır. 2 cüt ədəddir, sadədir. Bu yanlışdır. Baxaq B variantına. Bütün sadə ədədlər təkdir. Xeyr, 2 sadədir, amma cütdür. Deməli, bu təklif də doğru deyil. C variantına baxsaq, tək ədədlərin müəyyən hissəsi sadə ədəd deyil. Bəli, bu ifadə doğrudur. Tək ədədlərin müəyyən hissəsi deyir, sadə ədəd deyil. Bəli, məsələn, tək ədəd var 15, sadə deyil, mürəkkəbdir. Tək ədəd var 25, sadə deyil, mürəkkəbdir. 35, 45, 55, yəni müəyyən bir hissəsi sadə deyil. Yəni mürəkkəbdir. Bu doğrudur. D variantına baxsaq, bir sadə ədəddir, xeyr, bir nə sadədir, nə də mürəkkəb. Baxaq 4-ə, 10 ilə 25 arasında neçə sadə ədəd vardır? İndi 10-dan 25 arasında olan sadə ədədləri yazaq. Deməli, 11 olacaq, 13 olacaq, 17, 19, 23 olacaq. Digərləri mürəkkəb olur. Bunların sayını soruşur bizdən 5 dənə. Baxaq 5-ə. Aşağıdakılardan hansı doğrudur? 2 sadə ədədin hasili sadə ədəd ola bilməz. Bəli, 2 sadə ədədin hasili heç zaman sadə ədəd ola bilmir. Məsələn, 2 sadədir, 3 də sadədir. Bunların hasili olacaq 6. Yəni, bu nə deməkdir? Bu, hər zaman mürəkkəb ədəddir. Yəni, 2 sadə ədədin hasili mürəkkəb ədəd olacaq. Çünki sadə ədəd götürmüşük 2 ilə 3-ü. Onların hasilini deməli 2 vuruğu da olacaq, 3 vuruğu da olacaq. Ona görə bu ədəd artıq 1-ə və özündən başqa digər ədədlərdə bölünmüş olacaq. Ona görə bu ədəd sadə ədəd ola bilməz, yəni mürəkkəb ədəd olmalıdır. Bu doğrudur. Digər variantlara baxsaq, görərik ki, bunlar doğru deyil. Məsələn, B variantına baxaq, deyir ki, 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. Xeyr, bu doğru deyil. Məsələn, 2 də sadədir, 3 də sadədir. Bunların cəmi isə sadədir, 5 sadədir. Baxın, bu doğru deyil. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Bu da doğru deyil. 2 dənə mürəkkəb ədəd götürək. Məsələn, bir dənə götürürəm 8, birini də götürürəm 9. 8 də mürəkkəb ədəddir, 9 da mürəkkəb ədədlərdir. Bunun cəmini tapsaq, 8 ilə 9-u toplasaq 17. 17 artıq sadə ədəddir. Bizə deyir ki, 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Yəni, bu doğru deyil. D variantına baxaq, sadə ədədin bölənlərinin sayı 2-dən azdır. Xeyr, sadə ədədin bölənlərin sayı 2-dən az deyil. Yəni, 2 dənə sadə ədədin 2 dənə böləni var. Dedik ki, sadə ədədlər 1-ə və özünə bölünür. Deməli, 2 dənə böləni olacaq. Bu da doğru deyil. Doğru variant A-dır. Baxaq 6-ya. Aşağıdakı ədədlərdən hansı sadədir? 51 sadə deyil, mürəkkəbdir, 3-ə bölünür, 17-yə bölünür. 49 mürəkkəbdir, 7-yə bölünür. 27 mürəkkəbdir, 3-ə 9-a bölünür. 23 sadədir, 1-ə və özünə bölünür. 7-də deyir ki, ədədlərdən neçəsi sadədir? 55 mürəkkəbdir, 5-ə 11-ə bölünür. 59 sadədir, 61 sadədir, 72 mürəkkəbdir. Yəni, 2-dən başqa bütün cüt ədədlər mürəkkəb olur. 75 5-ə bölünür, mürəkkəbdir, 79 sadədir, 83 sadədir, 93 mürəkkəbdir, 3-ə bölünür, yəni ən azından 3-ə bölünür. Bizdən sadə ədədlərin sayını soruşur, 4 dənəsi sadədir. 8-də deyir ki, 63-dən böyük ən kiçik sadə ədəd hansıdır? Deməli, burada yoxlayaq. 63-dən böyük ən kiçik sadə ədədi soruşur. 63-dən sonra
64 gəlir. 64 mürəkkəbdir. Daha sonra 65 gəlir. 65 də mürəkkəbdir. Daha sonra 66 gəlir. Bu da mürəkkəbdir. Daha sonra 67 gəlir. 67 artıq sadə ədəddir. 1-ə və özünə bölünür. B variantı. 9-da deyir ki, 90-dan kiçik ən böyük sadə ədəd hansıdır? 90-dan kiçik, deməli 90-dan kiçik 89-dur. Deməli 89 sadə ədəddir. Yəni 1-ə bölünür, bir də özünə bölünür. 90-dan kiçik ən böyük sadə ədəd elə 89 olacaq. Ən böyük 2 rəqəmli sadə ədəd neçədir? Ən böyük 2 rəqəmli ədədimiz 99-dur. 99 sadə ədəd deyil, mürəkkəbdir. Daha sonra yoxlayırıq 98-i. 98 də mürəkkəbdir. Daha sonra 97-ni yoxlayırıq. 97 olacaq sadə ədəd. Yəni ancaq 1-ə və özünə bölünür. Ən böyük 2 rəqəmli sadə ədəd 97 olacaq.